Dəstəmaz əslində müstəhəb əməl olsa da, hər bir namaz qılan üçün dəstəmaz almağı vacibdir. Çünki bunu bizə Allah Təbarəkə Teala Maidə surəsinin 6-cı ayəsində açıqlayır ki, ey iman gətirənlər, namaza qalxdığınız zaman dəstəmaz alın. Dəstəmazda çoxları israf edirlər. Çoxları dəstəmazda israfa yol verirlər və çox sudan istifadə edirlər. Mən istəyirəm ki, İmam Mirzə Əleyhisselamın hərəminə gəlmişkən bir balaca istəkanla dəstəmaz alaq. Görək bu istəkanla dəstəmaz alıb suyu çatdıra bilirik, yoxsa yox. Ya Allah, bismillah. Qəribi eşq İmam Rıza, bu il ziyarətin etmişəm qəza. Qəribi eşq İmam Rıza, bu il ziyarətin etmişəm qəza. Qəribi eşq İmam Rıza, bu il ziyarətin etmişəm qəza. Qəribi eşq İmam Rıza, bu il ziyarətin etmişəm qəza. Göy üfüqlər nicat tapar, hərəmindən çaylar axar, sular keçər, qədəmindən. Gördüyümüz kimi dəstəmazın vacib hissəsini aldıq, müstəhəbdən uzaq. Vacib bir dəfə yumaqda ona əməl elədik. Hətta suyumuzun yarıdan çoxu da qaldı. Bu da İmam Rıza Əleyhisselamın qulağındandır deyə içirik. Allah'a salamı olsun İmam Hüseynə və lənəti olsun qatillərinə. Bismillah.